Kondisionerimizin universal pultu ilə idarə edilməsi. Gəlin yaxından tanış olaq. Olaraq mən sizə göstərdiyim universal pultu biz işə salarıq. İşə saldıqdan sonra və biz aktiv etməliyik ki, kondisionerimizi tanıdıq. Set düyməsinə basılı saxlayırıq və burada görürsünüz düymələr yanıb sönür, yəni oxlar yanıb. Biz yuxarı aşağı düyməsi ilə hərəkət etdiririk. Bizim bu kodlar 999-a qədər gedir. Bu kodlardan biri bizim kondisionerimizin kodudur. Və misal deyək ki, biz 10, 11, 12, 13, 14, deyək ki 15-də bizim kondisionerimizdən siqnal səsi gəldi. Və kondisionerimiz artıq pultu tanıdı. O zaman ok düyməsinə vururuq və aktiv olur. Söndürüb yandırma düyməsi yay, qış, isti, sərin rejiminə keçirmək üçün hal-hazırda sərin rejimdədir, nəm alma rejimidir, sərinkeş rejimi, isti rejimi, avto rejim və yenidən sərin rejimə qoyuruq. Temperaturun dərəcəsinin artırıb azaldılması, jalüzün istiqaməti, ondan sonra yenə içəridəki jalüzün istiqaməti, burada bizim fanımızın sürətinin artırıb azaldılması və burada biz vaxt rejimini aktiv etmək, yəni saat rejimini qurmaqda yanadır. Belə, pultla bağlı nə sualınız varsa şərh bölməsində yazın, sizin üçün də həmin videonu çəkim.